Herkese salam. Bugün sizinle çok lezzetli, xırçıltılı, içerisi doldurulmuş biber turşusunu paylaşacağım. Bunun için 5 ədəd kökü rəndədən keçirirəm. 5 ədəd biberi xırda şəkildə doğrayıram. Kələmi nazik, uzun şəkildə doğrayıram. Bir baş sarımsağı xırda şəkildə doğrayıb bütün ərzaqları dərin bir qaba yığıram. Yığdığım ərzaqların üzərinə bir dəstə cəfəri, bir dəstə nanəni xırda şəkildə doğrayıram. Bütün ərzaqları dərin bir qaba yığdıqdan sonra üzərinə 2 xörək qaşığı turşu duzu əlavə edib əlimlə yaxşıca əzirəm. Əzdikdən sonra içliyi kənara qoyub biberlərin içini və saplağını təmizləyib bir qaba yığıram. Biberlərin içini və saplağını təmizlədikdən sonra hər birinin içərisini duzlayıram və bir qaba yığıb kənara qoyuram. Təxmini saat yarım, 2 saat biberlər içərisi duzlu qaldıqdan sonra içərisinin suyunu bir qaba boşaldıb biberlərin içini hazırladığım içliklə doldururam və balona yığıram. Balon tam ağzına qədər dolduqdan sonra bir stəkan üzüm sirkəsinin üzərinə 2 xörək qaşığı duz, 1 xörək qaşığı şəkər tozu əlavə edirəm və balon tam ağzına qədər dolana dək su əlavə edib yaxşıca qarışdırıram. Sərin yerdə saxlayıb qışda nuş edə bilərsiniz. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Hələlik.